şikayət məqamında görsən ya Rabbi gəlir. Ya Rabbi İnnə qavmi ittəxəzu hədəl Qur'anə məhcura. Ey qövm, Rəbbim, bax, Allah Teala ey Rəbbim deyir, amma dua məqamı deyil, şikayət məqamıdır. Deyir ki, qövmüm Qur'anı tərk edib, qövmüm Qur'anı oxumur. Allahu Akbar. Deməli, kim əgər Qur'anı düzgün, gündəlik oxumursa, o, Peyğəmbər sallallahu aleyhi ve selləmin şikayət etdiyi insanlardan. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem Furqan surəsində Allah Teala hətta bu ayədən inib, xəbər verib ki, Allah Rasulü Qur'an oxumayan müsəlmandan şikayətçidir. Əgər insan Qur'an oxumursa, bil ki, Allah Rasul səndən şikayətçidir. Bax, bunu biləsən. Və qiyamət günü Allahla elə görüşmə. Görüşmə ki, o səndən şikayətçi olduğu halda nə cavab verəcək, nə deyəcəksən? Allah deməzmi ki, ey qulum, Rasulum səndən şikayətçidir. Sən Qur'an oxumursan. Ona görə gündəlik az da olsa insan Qur'an oxusun. Yəni. Çünki Qur'an bərəkətdir, Qur'an xeyir, Allahın kəlamıdır. Mələklər Allahın kəlamını eşitmək üçün elm məclislərinə gəlir. Allah bizə o kəlamı oxumağı asanlaşdırıb. Bəlkə mələklər oxuya bilmir onu. Nə bilirik? Yəni, bu barədə bir şey bilmirəm. Amma həqiqətən Allahın kəlamı gələndə mələklərin ürəyi gedir. Hətta necədə ayə deyir ki, hətta idə fuzzi'an qulubihim. Hətta onların qəlbindən o qorxu çıxıb gedəndə, yəni Allahın hökmündən sonra qalu məzə qalə rabbukum. Onlar deyirlər ki, Rəbbiniz nə dedi? Yəni özünə gələndən sonra deyirlər ki, Rəbbimiz nə dedi? Fikirləsən, qəlbindən qorxu gedəndən sonra özündən gedib mələklər. Bu barədə həm ayə, həm də hədis var eyni.